Bugün 25 iyun 2026-cı il Xəzər rayon məhkəməsi təqsirləndirilən şəxs İlduzə Hacıyeva, Arzum ləqəbindən tiktoker, yol qəzasında bir nəfərin ölümü, bir digərinin isə xəsarət almasına təqsirləndirilir. Ona qarşı cinayət məcəlləsinin 263.2-ci və 264-cü maddələrlə ittiham irəli sürülüb. Qeyd edim ki, son prosesdə dövlət ittihamçısı ona qarşı məhkəməyə 5 il 9 ay müddətinə azadlıqdan məhrum etməsini təklif edib. Eyni zamanda 3 il sürücülük hüququndan məhrum edilməklə məhkəmə zalından həbsini tələb edib. Və bu məhkəmə prosesində nələr gözlənilir? Qeyd edim ki, təqsirləndirilən şəxsin vəkilləri çıxışlar edəcəklər və çıxışlar etdikdən sonra artıq son söz demək üçün Arzuma veriləcək. Arzum yəni son söz deyəcək. Bundan sonra artıq məhkəmə müşavirəyə gedəcək. Müşavirədən qayıtdıqdan sonra hökmü elan edəcək. Yəni bugün son məhkəmənin olması gözlənilir. Arzum gəlib, vəkillərin hələ gəlməyib. İndi görək nə olacaq. Arzum da gəlib, atası da gəlib. Ona dəstək olaraq şəhid atası və qazilər də gəlib. Belə. Eyni zamanda zərərçəkmiş tərəfdə həmişəki kimi hamılıqla gəliblər. Belə. Arzum içəri girib dostlar, içəri girib. Yaxşı göstərər, içəri girib. Qeyd edim ki, burada əsas məqamlardan biri rəhmətli Amalın anası gəlib. Rəhmətli Amalın anası gəlib, onun anası əməliyyat olunmuşdu. Proseslərdə iştirak eləmirdi. Yaşlı qadındır, yaşlı insanın da yəni bu yaşlı vaxtında ayaq sınması bilirsiniz necə zülmlü bir şeydir. Heç cavan insan yəni sınığa tab gətirən bir o sümüklər birləşənə qədər elə cavanlığı gedir. Qaldı ki, yaşlı insan. Allah kömək olsun, Allah şəfa versin, Allah ona səbir versin. Cavan yaşında oğlu torpağa verir. Belə. Qeyd edim ki, 27-ci də Amalın il dönümüdür. Məni dəvət ediblər, inşallah ki, iştirak edəcəm. Belə. Hamılıqla takip atırıq, dostlar. 9600. Hamılıqla takip atırıq. Bəyənməni də 1 milyon eləyək. Hələ məhkəmə zalını heç kim buraxmırlar. Ona görə də canlımız davam edir. Canlımız hələ davam edir. Yəni, hələ məhkəmə zalında heç kim buraxılmır. Məhkəmə necə olacaq? Məhkəmə qoy baş tutsun hələ. Görək necə olur. Məhkəmə hələ başlamayıb, ağır ağrılar başlayır. On min insan. Hamılıqla ekranı vururuq. 10 min insan. Hər birimiz canlını bəyənirik. Çünki canlı davam edir. Hələ yəni məhkəməyə kimsəni buraxmırlar. Artıq yenidən narazılıq başladı. Narazılıq başladı. Çünki Arzum atasının bir yerdə keçib məhkəmə zalına, məhkəmə binasına, digərləri qapıdadır. Və zərərçəkmiş tərəfdə etiraz edir. Ancaq mən bir daha qeyd edirəm ki, Xəzər rayon məhkəməsinin rəhbərliyi elə gözəl şərait yaradıb ki, dəhşət, yəni mənə həqiqətən də xoş oldu bir məhkəmə jurnalisti kimi. Media nümayəndəsinə, eyni zamanda nümayəndələrinə öz peşə fəaliyyətini yerinə yetirmək üçün çox ideal bir şərait yaradır.
Ona görə də mən rəhbərliyə təşəkkürümü bildirirəm. Ekranı bəyənirik dostlar, ekranı bəyənirik. Burada durun, yine söz demişsiniz. Bu Arzum kopyala. Bu nə deyə yazırsınız siz? Nəyə lazım? Hə, kopyaladıq, hə, nə oldu? Nə dəyişik? Birinin adını çox oldu, birinin adını sayılır. Nəsə bir fərqi var. Ha, Teymur doktor. Ha, Sambok. Görüm kimlər baxır bizə, bir baxaq. Görək kimlər baxır bizə. Aha, səs-küy yarandı. Kimin səsdir? Məhkəmə şikayəti. Allah'ım baş, Allah'ım olsun. Göstərə bilmərəm. Göstərə bilmərəm, ancaq takip eləyək. Takip, maksimum. Canlını bəyəndirik. Yenilirəm, məhkəmə canlına buraxılmasaq, yəni davam edəcək də. Buradan, məcburam buradan davam edin, başqa cür. Çünki bu Roşka təcrübəsi var. Roşka təcrübəsi var, özü də görürsün. Yəni mən kifayət qədər də... Belə. Tərs kimi də bugün qara geymişəm. Gün də yandırır adamı. Yox, başlamayın. Bir milyon elədiniz, təşəkkürlər. Takip atırıq dostlar. Bəni sev atırıq dostlar, bəni sev. Hər birimiz bəni sev. Məsələn, ara qarışıb. Ara qarışıb dostlar, ara qarışıb. Mən sakit, qıraqda deyəmişəm. Sizlənəm, 12.000 nəfərlə canlını davam etdiririk. İntriqasız, əsəbsiz. Çünki mən belə şeylər çox görmüşəm, bu təcrübə sözün deyil. Bugün hər şey məlum olacaq. Necə olacaq, necə? Amma məsələ burasındadır ki, təqsirləndirilən şəxsin vəkilləri gəlməyib, dostlar. Təqsirləndirilən şəxsin vəkilləri gəlməyib. Nə mən Hikmət Əliyevi görürəm, nə də Fərid Həsənovu. Çox maraqlıdır. Çox maraqlıdır. Abi 5 haralardasan sən? İtib batmısan. Dağılıb çəkmirəm.
Yəni hoqqa verəcəksən də heç nə. Bütün zooparka çevirəsən bura. Abidin sözü olmaz. Bəli olsa, bugün həm də eyni zamanda aşura günüdür bu günlərdə. Əssalamla, yenə uçurdursan bizi göylərə. Ekranı bıraq dostlar, canlını bəyənək. Qaranı da geyinmişəm. Tərs kimi, bir amağı geyinərdim. Yaxşı ki, burada meh var, sağ olsun bala. Buranın rəhbərliyi, məhkəmənin rəhbərliyi. Ağaclar var, gül, çiçək, qızıl güllər. Təşəkkürlər dostlar, təşəkkürlər. Yenə qeyd edirəm ki, dostlar, kayıt səhvləri varsa, əgər burada varsa, mən səliqəli olaraq xəbər deyim varsa. Bir səs eləyin, çox xahiş edirəm, yəni kayıtda mənim xəbərimi paylaşanda istəyirəm səliqəli olsun, o nöqtəyə nəzərdən. Amma məhkəməmiz anlayır, heç kim buraxmırlar, yəni bunu sizə deyim. Yəni buraxmasalar da, mən çöldən davam edəcəm. Çöldən davam edəcəm. Alimə, bəlkə bir kəlmə fikrinizi bildirəsiz. Nə gözləyirsiniz, təsiratınız necədir? Təsiratım odur ki, məhkəmənin keçirilməsi belə deyək də, yəni ən yaxşı halda məntəqə tipli cəzaçəkmə müəssisəsi düşür. Yəni başqa maddənin sanksiyası ilə bağlı hər hansı tövsif olunmadığı təqdirdə ən yaxşı halda məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmə ola bilər və işin yenə də deyirəm, ağırlaşdırıcı, yüngülləşdirici halları var. Ağırlaşdırıcı halları odur ki, deməli, cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etməklə 264-cü maddə tətbiq olunub. 264-cü maddə bu barədə dəfələrlə danışdırılıb, hadisə yerindən qaçmadır. Hadisə yerindən qaçma işin ağırlaşdırıcı halı kimi qiymətləndirilir. İşin yüngülləşdirici tərəfi isə arzumun 20 yaşına çatmayan uşağının olması və digər nüanslar var ki, onlar mütləq nəzərə alınır. Digər tərəfdən də hətta sürət məsələsi var. Rəhmətə gedənin, yəni amalın sürətinin yüksək olduğu o da nəzərə alınacaq. Ümumiyyətlə, iş cinayət məsuliyyəti yaratdığından inzibati xətalar artıq öz əhəmiyyətini itirir. Amma məhkəmədə hökm elan olunarkən həmin inzibati xətanın pozulmasına görə də bəzi nüanslar nəzərə alınır və ona görə hökm elan olunacaq. Çox güman ki, yəni mən belə başa düşürəm ki, arzuma 5 ildən aşağı deməli, həbs cəzası təyin olunmaqla məntəqə tipli cəzaçəkmə müəssisəsinə yönləndirmə gözlənilir. Yəni bundan artıq inanmıram ki, yəni daha yüksək həbs cəzası verilsin. Düzdür, prokuror 5 il 9 ay istəyib, yəni prokuror dövlət ittihamçısıdır, o dövlət ittihamını müdafiə edir. Təbii ki, elə də olmalıdır. Dövlət ittihamını müdafiə etdiyi üçün 5 il 9 ay istəyib, yəni 5 il 9 ay demək deyir ki, hakim mütləq olaraq
Arzum, yəni İlduza Hacıyevaya 5 il 9 ay həbs cəzası verəcək. Minnətdaram Vahid müəllim, təşəkkür edirəm. Qeyd edim ki, dostlar, bizlə hazırda bağlantıda müsahibə verən İctimai Televiziyanın məhkəmə xəbərləri üzrə redaktoru Valih Dadaşov idi. Görək, yəni hər birimiz buradayıq, hələ jurnalistləri buraxmırlar içəri. Hələ elə bir göstəriş verilməyib ki, jurnalistlər də artıq içəri girsin. Vallahi gözləyirik nə olacaq, çünki məhkəmə əslində başlamalıdır. Məhkəmə əslində başlamalıdır. Mən heç vəkillər də görmürəm. Vəkillər gəlmir belə. Yəni məhkəmənin baş tutmama ehtimalı da var. Qeyd edim ki, dostlar, bu belədir. Yəni proses olmayacaqdır belədir ki, əgər vəkillər prosesə gəlmirsə, məhkəmə avtomatik təxirə salmaq məcburiyyətindədir. Başqa cür mümkündür. Yəni vəkillər gəlmir. Vəkillər gəlmir. Nə hökumət gəlir, nə tərəf gəlir, heç bir gəlmədiyi təqdirdə də bu gedişat da elə onu göstərir. Çünki vəkillər bir dəfə məhkəmə prosesində iştirak eləməyə bilərlər. Əgər ikinci dəfə prosesdə iştirak eləməsələr, vəkillər kollegiyasına hakim müraciət edə bilər, yəni bu barədə şikayət edə bilər. Yalnız bir dəfə prosesdə iştirak eləməyə bilərlər. Ona görə yəni vəkillər öz həmin hüquqlarından yəqin ki istifadə ediblər və məhkəmə prosesinə gəlməməyi yəqin ki nəzərdə tutulur. Amma bununla bağlı məhkəməyə deməlidirlər də, istərsən telegram yolu. Bir dəfə deməmək olur da, yəni bir dəfə üzürsüz səbəbdən bir dəfə iştirak eləməmək olur. Yəni məhkəməyə xəbər vermədən bir dəfə gəlib, amma ikinci dəfə belə bir hal təkrarlanarsa, vəkillər kollegiyasına bununla bağlı müraciət olunur. Belə dostlar. Vallahi qəsdən deyil, o barədə bir şey deyə bilmərəm, amma fakt yəni odur ki, hələ vəkillər gəlməyib. Hələ bura gəldi deyirəm, sualım. Dükkanda satışda yoxdur, saat 12-yə qədər qətlə görə satış yoxdur. Ayda, ha. Arzum gəlib, bəli. Takip ataq dostlar. Bax, təzə bir informasiya çıxdı. Ona görə izləmədə qalın. Bax, vəkillər hələ gəlməyib. Prosesin təxirə salınması istisna deyil. Belə olan halda. Bəlkə yekə olansın. Bu nə hədiyyət atırsan mənə? Ayıbdır. Deməli dostlar, bəlkə bu istidə bir yayını açırıq, bir Orxan da sağ ol yazın, bir ürək qoyun, bir nə bilim. Çünki çox gərginlik var, burada dəhşət gərginlik var. Təxirə salındı heç nə. Məhkəmə təxirə salınacaq böyük ehtimalla. Çünki gedişat onu göstərir. Onsuz da İsticəməli yuxu da yatanmamışım. Bilsəydim yatardım. Saat 3 idi baxdım canlı yayında. Hə. Bir söhbət də gəzirdi təxirə salınması ilə bağlı. Söhbət deyəndə mən canlı yayında da demişdim də ona. Yəni böyük ehtimalla məhkəmə baş tutmayacaq. Sənə ürəyi danmışdı. Həm də yəni lap vəkil gəlsəydi belə də vaxt istəyəcəkdi. Amma yox, sənə deyim ki, bu məhkəmə prosesini uzatmanın nə mənası var ki? Hökm çıxsın və salam apellyasiya şikayəti versinlər də. Yəqin ki, vəkillər belə. Gəl burada kölgəni.
Məhkəmə prosesi elədir ki, istər zərər çəkən tərəf, istər də təqsirlənən tərəf bütün hüquqlarından istifadə edir. Bu da ki, vəkilin hüququdur. Vəkil gəlməsə proses təxirə düşür. Müdafiəçilərin olmaması prosesin təxirə düşməsidir. Mən zəng elədim hükümətə götürmədi telefonu. Onun telefonu götürməməsi elə işarə verildi. Kimi? Hikmətdir. Benim bildiğim hükümet yok. Belə dostlar, canlı bəyənək. Qolum da yoruldu. Burada da bir yer də yoxdur ki, adam çək. Şeydir, vəkillər gəlmir sonra. Olmaz, ne təxir olacaq. Vəkillər bir dəfə gəlməyə bilərlər. İkinci dəfə gəlməsə, kollegiya onunla bağlı şikayət olunur. Salamdır. Soş əlaqən Sağ ol, salamatçılıq. Çöpdən nasıl dəyişdir? Şükür, salamat. Xəzər rayon məhkəməsindəyəm. Yaxşı, narahat olma, deyirəm. Narahat olma. Darıtmasın, görək inşallah yaxşı olur. Narahat olma. Hikmətə zəng çatmır. Çatmır. Dostlar, vəkilə zəng elədim, zəng çatmır. Zəng çatdı nəzər. Yəni, bunun da belə olmasına mən tutdum ki, nəsə proses olmayacaq. Çünki hökmdür, şunun media buraxılması nədir? Şunda yer var. Hə. Şunda giderim bunda. Görək. Bəli dostlar, Mirdamət Qadirli yenə yazdı. Vəkil üzürlü səbəbdən gəlməyə bilər. Gəlməyə bilər. Hətta bir dəfə üzürsüz səbəbdə də gəlməyə bilər. Bir dəfə gəlmir. Bir dəfə gəlməyəndən sonra ikinci dəfə yenə üzürsüz səbəbdən gəlməsə, onunla bağlı şikayət olunur kollegiyaya. Yox, kim oxuyacaqlar çünki. Mən getməyəcəm. Mən getməyəcəm. O gözləyir ki, dağılsın. Keçir baxaq da sistemdə görək ki, saatını dəyişməyək. Hakim kimi bilmişsiniz? Olur mu anladım? Hə. Kilometrajı çekiş atırsan, gedirsən, gəlirsən, gələndən sonra yenə çək baxırsan. Bir dənə şeylə mən mikrofon çıxardım.
Yayımdasan hələ. Nə Sayğını da effekt saxla. qoymuşsan? Effekt deyil. Effekt deyil. Günün şeyi. Sen çalıştı da. Ne diyor orada geldi? Karışık olmaz. Evet. Aynur xanım, çox sağ olun, minnətdaram. Belə dostlar, çox güman ki, məhkəmə prosesi təxirə salınacaq. Yəni bu qanunla mümkündür. Bir dəfə proses təxirə salına bilər. Müdafiəçilərin məhkəmə zalında iştirak etmədiyinə görə. Çox güman ki, növbəti prosesdə də gəlib vaxt istəyəcəklər ki, məsələn, bizə bir həftə vaxt verin, amma hakim də o vaxt verilməsini təmin etməyə də bilər. Vaxt kazanmak için gelmiyor öyle. Kiminsə sualını gördüm. Qəzada neçə nəfər? Qəzada 2 nəfər xəsarət alıb, 1 nəfər dünyasını dəyişib. O muydu mu? Vəkillərin heç biri gəlməyib. Səs gəlmir dedi. Neçə? Qazilərlə bağlı dostum, nəsə tez-tez yazılır, oxumaq mümkün olmur. Qazilər, belə deyək də, bizim qürurumuzdur, biz onlara fəxr edirik, amma qanun qanundur. Yəni, əgər ortada bir cinayət məsuliyyəti varsa və bu məsuliyyətə cəlb etmə varsa, Cinayət Məcəlləsinin 2 maddəsi ilə 263.2 və 264-cü maddələrlə ittiham irəli sürülübsə, cinayət işi başlanılıbsa, hansı qaziyə görə həmin cinayət məsuliyyətindən azad etmə tətbiq oluna bilər. Yəni, bu mümkün bir şey deyil. Düzdür, yenə də deyirəm, qazilər bizim qürur mənbəyimizdir, onlar bizim fəxrimizdir, biz onlarla fəxr edirik. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçiblər, ona görə də bir gün sağlamlığını itiriblər. Onlara böyük hörmətimiz var. Tək bizim yox, hər kəsin Azərbaycanda hər bir vətəndaşın onlara hörmət etməsi vacibdir, mütləqdir və bu belə də olmalıdır. Amma yəni bunun qanunların məsəl üçün heç bir adiyyəti yoxdur. Yəni qanunla cinayət məsuliyyəti, qazilərin özü belə var ki, cinayət məsuliyyətinə cəlb olunan qazilərimiz var. Əgər o qazinin cinayət məsuliyyətinə cəlb olunursa, Arzumun cinayət məsuliyyətinə cəlb olunması üçün heç bir qazi heç nə edə bilməz. Biz hüquqi dövlətdə yaşayırıq da. O kartoşka neydi? Şu semtler değilmiş. Ehtimal, əgər məhkəmə maksimum 5 il 9 aydır, bəzən yox, bəzən hakim prokurordan vüsətə verir. O praktikada o da var. Amma 99% hallarda praktika onu göstərir ki, yəni prokurorun istədiyindən hakim həmişə sonda 1 il aşağı verə bilir. Yəni 1 il aşağı versə bu 4 il. Bilirəm. Yəni 1 il aşağı olursa, deməli hardasa bu məntəqəyə düşür. Yəni bu hardasa 4 il 7 ay deyir, yəni 4 il 8 ay əgər 1 il aşağı verilirsə. 4 il 8 ay.
Dostlar, hədiyyələriniz üçün çox sağ olun. Yəni yayım mənim olmadığına görə mən hədiyyələrlə bağlı heç nə demirəm, amma özümdə olsaydı, öz yayımda olsaydı, çünki mən əleyhinəyəm mənə hədiyyə atılmasına. Ümumiyyətlə məhkəmə ilə bağlı, hər hansı bir belə deyək, təqsirləndirilən şəxslə bağlı və yaxud dustaqla bağlı danışanda mənə hədiyyə atılmasını mən əleyhinəyəm. Amma yayım Orxanın yayımıdır. Attığınıza görə çox sağ olun. Yusupov, vəkillərin gəlməməyi lehinədir, yoxsa əleyhinədir? Vəkillərin gəlməməyi məhkəmənin prosesinin təxirə düşməsi ilə nəticələnir. Yəni, lehinə və yaxud əleyhinə hər hansı məsələdən söhbət gedə bilməz. Ev dustaqlığı da yazırsınız. Ev dustaqlığı yazılması üçün, tətbiq olunması üçün tövsif olunmalıdır. Yəni, maddənin sanksiyasında ev dustaqlığı yoxdur. Ona görə mən birbaşa deyə bilmirəm ki, ev dustaqlığı verə bilər. Amma ehtiyatsızlıqdan baş verən cinayət hadisələrində mümkündür. Ev dustaqlığı verilsin və yaxud cinayət məcəlləsinin, cinayət prosessual məcəlləsinin digər maddələri tövsif olunmaqla məntəqə tipli cəza çəkmə müəssisəsinə və yaxud şərti də buraxıla bilər. Yəni, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisələrində əksər hallarda elə olur. Yox, məhkəmə başlamayıb. Sənubər çöldədir. Ona görə o deməkdir ki, gərək proses başlamayıb. Cəza olmadığı üçün bəli, o heç vaxt verə bilməm. Tamamilə doğrudur Miri müəllim. Mirdahamət müəllim. Hələ ki proses başlamayıb. Proses hələ ki başlamayıb. Ümumiyyətlə bu barədə bəlkə bir 50 dəfə danışmışıq ev dustaqlığı ilə bağlı. Ev dustaqlığı müəllim qeyd elədi. Həbs qəti imkan tədbiridir. O istintaq müddəti ərzində verilir. Yəni məhkəməyə hökm elan olunana qədər prosesin keçirilib, məhkəmə istintaqa aparıldığı müddətdə, müddəi istintaqa aparıldığı müddətdə yəni sanksiyası olaraq həbs qəti imkan tədbiri, yəni qəti imkan tədbiri kimi ev dustaqlığı verilə bilər. Artıq o mərhələdən keçibdir Arzumda. Burada yaşasan, təbiəti yaşasan. Bəlkə yayımda, bəlkə yayımda sahib çıxasan. Nə?
Onun için içine koydun da. Nəsə qoyulur. Bir dənəsi də var da. Bir tanesi de var. Arkada olur, köynənin altından vursun o. Eğer burada çıkartmışsansa onu burada çıkarttın. Bura bak. O köynənin arkasında olursa burası da düşə bilər də. Bura bax da. Oxurum. Millətimiz çox belə can millətdir ya. Söhbəti sadəcə tutaq ki, mikrofon itdi. Oraya nəfsi var, o qədər şey var. Gözə gətirirsiniz də, əziz izləyicilər. Orxan qardaşımızı həmişə gözə gətirir. Qırılacaq yer olacaq. Pul biri Orxan'da, biri de İngiliz'de. İngilizdə. Ama ki, uzaqbaşı burada yaymasacağım ki, Gəl mikrofonu al. mikrofon mənə. Gəl mən mikrofonu al. Cəmat ev alır, nə bilim bədəni şəkilləndirmə elətdirir, ya maşın alır. Hələ kart qoyub pul yığanlar da var. Hı, dostlar. Belə dostlar, görək nə olur da, görək nə olur. Hələ ki bir xəbər yoxdur. Çox güman ki, vəkillər gəlməyəcək. Çünki telefonları da söndürüblər. Sadəcə xəbər eləsəydilər, adam bilərdi şu işini. Məntiqə tipli olmasını vallahi nə bilim, bilmirəm. Mən bir yaxı içəri girəndə arzumu gördüm, gərgindir, çox gərgindir. Başa düşüləndir. Başa düşüləndir. Məhkəmə yox, hələ bir qərar verməyib ki, təxirə salınır yoxsa yox. Yəni cavab gözləyirik. Cavab gözləyirik. Ayın bir orada işi təxirə olmayacaq. O deyirsə düz deyir. Haydi 8.000, tıklamanı 2 milyon eləyək. Zəng çatmır dostlar, zəng çatmır. Yazmışam da, zəng eləmişəm, zəng çatmır.
Bir dənə su. Sadə də qazlı su bir dənə alarsan. Mən bir səninlə çatmır. Bu indi bax, indi müsafirə qalxmaq üçün sorğu yollamı sizi. Hansı ağılla? Yəni siz düşünürsünüz ki, mən qaldıracağım sizi müsafirə. Mən tanımadığım adamları heç vaxt müsafirə qaldırmıram. Ay, nə bilim dostlar, hələ proses başlamır, təxirdir. Aha. Baykerdə olduq. Əsas Orxanı içəri buraxmadı. Gireyim içəri. Dostum? İçəri gireyim. Ürəyində qalmasın, bir şey. Çəpiş. Tansiyon yoktur da. Tansiyon yanılmamışsın. Çıkın bura. Bura arkalı bir yer. Bakı 50% keçir. Bakı ağırda istersen masa var. Adamda tutuyor. Yere biraz lazım. Sizin bir satır. Vallahi hiç bırakmak yanındaki başkaları da kendine. Belki olacak sonuçta. Sağ olun. Yani o azalsa da çok azsa da iki dənə cəmi varisi var. Və istərəsəli ki, bir dəfə Tamam Melih. Necə Ne səsiz? Ne var ne yok? Ne? Ne istiyor? mən düzəliş eləmək üçün gəlib ona təqdim edərəm sənə ki, O burada bak. birimin bu müddət ərzində olub. Bir milyon deyə bilirsin.
Ümumi şəhadətnamə də var da, adəti yazılmıyor. Ha, dostlar. Ama ne yok e. Eğnir sizi. Canlı istirham bağlayayım. Zaletkan da çezdi 47%. Ay qardaş. Sizə heç kimi buraxmırlar. Biz Arzumla özü oturub koridorda. O tipini sizi. Göstərdim sizə zərər çəkmişi. Hamısı çöldədir. Məhkəmə, yəni izzat salına heç kim buraxmırlar. Məhkəmə binasını əlbəttə buraxırlar. Burası mən çöldəyəm orada. Nəfəs almaq olmur. Çünki burada külək də var. Təmiz hava.